Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 15 saylı şəhər poliklinikasında çalışan həkim cərrah Könül Bahadır qızı Sultanova vəfat edib. Manşet azın yaydığı məlumata görə 1964-cü il təvəllüdlü həkim uzun müddətdir onkoloji xəstəliklə mübarizə aparırdı. Təəssüf ki, aparılan müalicələrə baxmayaraq o həyatını xilas edə bilməyib və dünyasını dəyişib. Könül Sultanova illər boyu səhiyyə sahəsində çalışaraq yüzlərlə insanın sağlamlığına qovuşmasına yardım göstərib. Xəstələrinə qayğıkeş münasibəti, peşəkarlığı və məsuliyyətli yanaşması ilə həm həmkarlarının, həm də pasiyentlərinin hörmətini qazanmışdı. Onun vəfatı təkcə ailəsi üçün deyil, çalışdığı kollektiv və onu tanıyan hər kəs üçün ağır itkidir. Uzun sürən xəstəliklə mübarizə aparmaq həm fiziki, həm də mənəvi baxımdan olduqca çətin bir sınaqdır. Buna baxmayaraq, Könül Sultanovanın son ana qədər həyat eşqi ilə yaşadığı, ətrafdakı insanlara ümid verdiyi bildirilir. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Mənim fikrimcə ömrünü insanların sağlamlığına həsr edən həkimlərin itkisi cəmiyyət üçün 2 qat ağırdır. Onlar hər gün başqalarının həyatını xilas etmək üçün çalışırlar. Belə insanların xatirəsini yaşatmaq və əməyinə dəyər vermək hər birimizin borcudur.